Hər kəsi salamlayıram. YouTube kanalıma xoş gəlmisiniz. Bugün mən sizinlə hamiləliyin 3-cü trimestri haqqında danışacağam. 1-ci trimestr haqqında danışdıq, 2-ci haqqında danışdıq. İndi isə ən əsas olan 3-cü trimestr haqqında danışacağıq. Hamiləliyin 3-cü trimestri təqribən bəzi kitablara görə 24-cü, bəzi yayınlara görə isə 26-cı həftədən sonra qəbul edilən, təqribən 40 həftəyə qədər, yəni doğuma qədər olan ki sürəci kapsayan bir dönəmdir. Yəni ortalama desək, mən həmişə hamilələrimi belə deyirəm, 26 həftə ilə 40 həftə arası biz hamiləliyin 3-cü trimestr olaraq qəbul edirik. 3-cü trimestrinizdə hamilələrdə və bebəkdə ümumiyyətlə nə dəyişikliklər baş verir? Doğuma hazırlıq necə olmalıdır? Sizi nələr gözləyir? Qısaca onlar barədə danışaq. İlk demək istədiyim odur ki, artıq mən sizə bəhs eləmişdim ki, 2-ci trimestr hamiləliyin bal ayı sayılır. Bal ayından çıxırsınız və artıq doğuma hazırlıq sürəcinə girirsiniz. Bu müddətdə ən çox gözləmədiyiniz şeylər nəfəs darlığı olur öz bədəninizdə. Nəfəs darlığının səbəbləri nədən ibarətdir? Böyüyən uşaqlıq artıq yuxarıda diafraqmaya baskı eləyir və diafraqma baskısından dolayı istər-istəməz ağciyərinizin kapasitəsində azalma kimi bir durum yaşanır və bu da sizdə nəfəs çatmazlığı, oksigen çatmazlığı kimi bəzi hisslərin yaranmasına səbəb olur. Burada mənim belirtmək istədiyim əsas nüans nədir? Çünki öz praktikamda da daha çox rastlayıram. Məndə oksigen çatışmazlığı var və bu doktor mənə bu dərmanı yazıb ki, mənim oksigen çatışmazlığım düzəlsin. Mənim hava çatışmazlığım var, mənə nəsə yazın düzəlsin. Dediyim kimi, bunun sizdə əslində oksigen çatışmazlığı yoxdur. Sizdə oksigen çatışmazlığı olsa, birbaş Allah uzaq eləsin, dölünüzü ana qarnında itirə bilərsiniz. Siz nəfəs aldığınız sürəcə, oksigen aldığınız sürəcə, yaşadığınız sürəcə siz oksigen alırsınız əslində və bətninizdəki döl də o şəkildə normal oksigen alır. Sadəcə dediyim kimi, bu nisbi bir hissiyatdır. Yəni, oksigen çatmamazlığı sadəcə diafraqmanın baskısı ilə əlaqəli yaranan bir hissiyatdır. Bunun da müalicəsində nə edirsiniz? Təmiz havaya çıxmağınız, uzanarkən və ya oturarkən arxanıza yastıq dayamanız sizi bir qədər rahatladacaq. İkinci ən önəmli xüsusiyyətlərdən biri 3-cü trimestrdə hamilələrin yaşadığı bel və qasıq ağrılarıdır. Ən çox bel ağrılarından bəhs eləmək istəyirəm. Burada əsas məsələ onurğanın pozisyonudur. Biz buna lordoz pozisyonu deyirik. Yəni, qarnın önə doğru çıxması ilə bədənin ağırlıq mərkəzi bilirsiniz ki, göbək nahiyəsindədir. Bədənin ağırlıq mərkəzi önə doğru yerini dəyişmiş olur və tarazlığınızı itirməmək və düşməmək üçün artıq onurğanız öz formasını dəyişir. Yəni, normalda bu şəkildə olan onurğa artıq bu şəkildə gedir. Yəni, bel qisim nisbətən önə gəlir və bu da istər-istəməz lordozda dəyişikliyin olması, onurğada bu tarz kompensator dəyişikliyin olması o bölgədəki bağların ağrımasına və sizdə bel ağrılarının yaranmasına səbəb olur. Bu da tamamilə keçici bir şeydir. Çünki doğumdan sonra o lordoz düzəlməyə başlayır 6 ay içərisində və ağrılarınız get-gedə səngiyir. Qasıq ağrıları ən çox simfizis pubis qismində olan ağrılardan bizə ən çox şikayət edirlər. Bəzi xəstələr deyir ki, doktor, ora o qədər ağrıyır ki, elə bilirəm ki, o iki sümük bir-birindən aralanacaq. Əslində bu tamamilə bu da bir hissiyatdır. O iki sümüyün bir-birindən aralanması kesinliklə mümkün bir şey deyil. Bəzən mən ultrasonlarda simfizit diaqnozu ilə qarşılaşıram ki, bunu izləyənlər də biləcək. Simfizit həmin bölgənin iltihabına deyirlər. Elə bir diaqnoz yoxdur, yəni simfizit diaqnozu yoxdur və o sümüyün bir-birinə aralanma hissiyatı yenə dölün aşağıdan baskısı ilə əlaqədar bir şeydir və bu da keçici bir hissiyatdır. Doğumdan sonra hardasa 40 gün içərisində geriləyən bir simptom sayılır. Digər xarakteristik 3-cü trimestr şikayətlərindən biri də mədə yanmasıdır. Yenə dediyim kimi, dölün böyüməsi, uşaqlığın yuxarıya doğru yerinə dəyişməsi və eyni zamanda da mədənin sfinkterlərinin boşalması, mədə turşuluğunun yuxarıya doğru davamlı olaraq axmasına səbəb olur. Yəni, mədədə qalması gerəkən turşu sfinkter yaxşı tutmadığı üçün və yaxud da boşaldığı üçün hamiləliyə bağlı olaraq mədənin ifrazatı, şirəsi yuxarıya doğru, özəllə boğazınıza doğru gəlir və siz bunu daha çox gecə saatlarında hiss edirsiniz. Məsələn, gecə ağartı məhsulları yeyib yatdığınızda bunu məsələn daha çox hiss edə bilərsiniz və yaxud da az-az ye, tez-tez ye prinsipinə uymadığınız zaman mədə yanmanız bir tık daha fazla olacaq. Bu da keçici bir şeydir. Bunu da bəzi dərman preparatlarına xəstəni əgər çox narahat eləyirsə, müalicəsini sağlaya bilirik. Digər ən önəmli xüsusiyyətlərdən biri tez-tez idrara getmə problemi. Burada deməli mən sizə bəhs eləmək istəyirəm. Uşaqlığın artıq həcmi get-gedə böyüyür və bilirsiniz ki, sidik hissəsi uşaqlığın önündə yerləşir. Uşaqlığın böyüməsi daimi olaraq həm sidik hissəsinin, belə deyim, normalda 400 ml olacaq sidik hissəsi artıq
yeri daraldığına görə 300 milli və ya 250 milli dola bilir və dolduğu anda da sizdə idrar hissiyatı yaranır və eyni zamanda da böyüyən uşaqlıq idrar kəsəsinə qıcıqlandırıcı təsir göstərərək siz tez-tez idrara getmənizə səbəb olur. Özəlliklə bunu gecə saatlarında daha çox hiss edəcəksiniz. Əgər ki, yanaşı olaraq idrarınızda yanma, böyrəklərinizdə ağrı varsa, bunu mütləq həkiminizlə məsləhətləşib CD analizindən keçməlisiniz. Yoxsa bu şikayətlər yoxsa tez-tez idrara getmək əslində çox da 3-cü trimestr üçün anormal bir bulğu sayılmır. Digər bəhs etmək istədiyim xarakteristik 3-cü trimestr hamilə şikayətlərindən biri əl və ayaqlarda şişkinlik şikayətidir, uyuşuqluq şikayətidir. Baxın, bəzən hamilələr çox narahat olurlar ki, mənim ayağım niyə belə şişdi? Artıq böyüyən uterus, böyüyən uşaqlıq çanaq bölgəsindəki damarlara baskı göstərir və normalda bilirsiniz ki, qadınların ümumiyyətlə vena sistemində qapaq sistemi zəifdir və alt bölgədə varikozların çıxması, alt bölgədə ödəmin olması, yəni qan axımının yaxşı işləməməsinə bağlı ödəmlər yarana bilir. Təbii ki, əgər təzyiqiniz varsa, sidiyinizdə zülalınız yüksəksə, bu sizdə yaranan ödəmlər bizim üçün anlamlı bir bulğu təşkil edir. Amma sizin idrarınızda hər hansı bir zülalınız yoxdur, sizin təzyiqiniz tamamilə normaldırsa, bədəninizdə yaranan şişliklər hamiləliyin naturasıdır. Yəni hamiləliyə xas olan bir şeydir. Burada da təbii ki, yenə həkiminizlə məsləhətləşib o sizə gerçək, yəni doğru olana deyəcəkdir və bu şişlikləri də azaltmaq üçün nə edə bilərsiniz? Daha az olması üçün ən önəmli qidalanma rasionunuza diqqət etməniz lazım. Daimi olaraq şirin şeylərin tükətilməsi, turş şeylərin tükətilməsi, su qəbulunun azalması, gecə yaxşı yatmamaq, ayaqlarınızı daimi olaraq bir yerdə oturaq vəziyyətdə sallamanız, məsələn, ayağınızı düz bizeminə uzatmamanız, bunlar hamısı şişlik şikayətinin artmasına səbəb olur. Özəlliklə şişlik şikayəti balaca boy, bəstə boy xanımlarda mən daha çox rastlayıram. Belə bir bulğu var ki, onlarda şişlik şikayəti əllərə, qollara ulaşanda bəzən əl ağrılarına, son 3 barmağın ağrısına, biləkdə ağrıya səbəb olur. Biz buna karpal tunel sendromu deyirik. Belə olanda ortopedistlərə və ya neyrocərrahlara yönləndirmə eləyə bilirik. Digər 3-cü trimestr problemlərindən biri də yuxu problemi və daimi olaraq yorğunluq hissi. Hamilələr ən çox bundan şikayət edirlər ki, mən gecə yata bilmirəm, səhər də bütün günü yuxulu gəzirəm, yorğun hiss edirəm. Bunu da biz normal qəbul edirik. Çünki daha çox uşaqların gecə hərəkətli olmağı, sümüklərdə ağrılarının olmağı, bel ağrılarının, qasıq ağrılarının olmağı təbii ki, hamilələri narahat edir və gecə onların yuxusunu poza bilir. Belə olanda axşam saatlarında maqnezium qəbulu sizin yuxunuzu bir tık daha rahatlaşdıracaqdır. Digər bəhs eləmək istədiyimi çox dedim elə biləm. Eləyirsən amma bundan əlavə. 3-cü trimestrdə xas olan özəl və xəstələr tərəfindən bizə gələn şikayətlərdən biri də uşaq hərəkətlərini gündüz az hiss eləyirəm, gecə isə uşaq dayanmır, məni yatmağa qoymur. Bunun haqqında da qısaca bəhs eləyək. Deməli, bizim beşik effekti dediyimiz bir effekt var. Bu nə deməkdir? Gün ərzində siz hərəkətli olursunuz, amnion maye, yəni uşaqlığın daxilindəki maye dalğalanır və dalğalanma hesabına, belə deyim də, loru dedizə uşaq yırğalanır. Sallayırsınız uşağı və uşaq yırğalandığı üçün gün ərzində yatır. Amma axşam işdən qayıdandan sonra, günün işlərini bitirəndən sonra, 5-dən 6-dan sonra sakitcə oturmağa başlayanda yırğalama effekti aradan qalxır və uşaq daha çox 5-dən 6-dan sonra hərəkətlənməyə başlayır. Özəlliklə gecə siz yatağa uzandığınızda, tam sakit pozisyona keçdiyinizdə o hərəkət tamamilə aradan qalxır və uşağın ən aktiv dönəmi olur və hərəkətləri gecə saatlarında belə olanda daha çox hiss edirsiniz. Mənə elə gəlir ki, bəzən körpələr doğulandan sonra gündüz yatmağı, amma gecə yatmamağın məncə ən böyük səbəblərindən də elə biri budur ki, ana qarnındakı o proses hələ də doğumdan sonra davam edir. Digər önəmli özəlliklərdən biri 3-cü trimestrdə sizin rastlayacağınız kasılmalar, Braxton Hicks kasılmaları deyirik biz buna. Bəzən xəstələrimiz bunu yalançı sancıları, bəzən doğurçu doğum sancısı ilə qarışdırırlar. Biz buna Braxton Hicks kasılmaları və yaxud da yalancı sancılar deyirik. Artıq özəlliklə 34-35-ci həftədən sonra uşaqlığınız doğuma hazırlaşır, bədəniniz doğuma hazırlaşır. Belirli bir, əslində doğumu tetikləyən faktorlar nədir bilmirik, amma çox mükəmməl bir orqanizmadır vücudumuz və artıq doğum səfəsi yaxınlaşanda 34-35-ci həftələrdən sonra bəzi neyrohumoral dəyişikliklərdən dolayı uşaqlıqda kasılmalar başlayır. Amma bu kasılmaların amplitudası çox düşükdür və həmişə tutmur. Günün bəlirli saatlarında tutur və uzun müddətli davamlı olmur. Məsələn, uzanıb yatdığınızda keçə bilir və yaxud da su içirsiniz, 1 litr su içirsiniz bir anda ağrılarınızın səngiməyinə səbəb ola bilər və yaxud da ağrı
nəfəs keçirsiniz, ağrılar və səngiyir. Biz buna yalançı sancılar deyirik. Yalançı sancıları görən hamilələrimiz kesinliklə qorxmasınlar, çünki bu doğal olan bir süreçdir və bu adətən doğuma irəliləmir. Amma təbii ki, ağrılarınız heç bir şəkildə keçmir, çox əziyyət çəkirsiniz. Kasılmalar normalda bunlar 5-10 dəqiqə tutub kəsməlidir. Maksimum 20 dəqiqə çəkir və bunlar keçmirsə 1 saat, 2 saat siz artıq mütləq həkiminizə müraciət etməlisiniz, çünki erkən doğum sancıları da ola bilər. Digər ən önəmli sizi narahat edən mövzulardan biri də doğum qorxusu və doğuma hazırlıq. Artıq 37-ci həftədən sonra biz normal miad hamiləlik olaraq sayırıq bu hamiləliyi. 37 həftə ilə 40 həftə arası siz doğum eləyə bilərsiniz və bu normal sayılır. 37 həftədən öncə olan doğumlar preterm, yəni vaxtından öncə doğum sayılır. 42 həftədən sonraki doğumlarda biz postterm, yəni vaxtı gecikmiş doğumlar saya bilirik. Əslində literaturda deyir ki, ortalama 42 həftəyə qədər bir qadın doğmalıdır. 42 həftənin üstündəki dölü biz gecikmiş doğum, postterm gebelik olaraq qəbul edirik. Amma ortalama qadınlar 39-40 həftə arası öz sancısından gələn qadınlar doğum eləyirlər ki, zaten keysəriyyə də 38, 39, 40 həftələr civarında alınır. Burada ən çox narahat olduğumuz konulardan biri doğum sancılarıdır. Doğum sancıları haqqında danışmaq istəyirəm. Təqribən 39 həftə hamiləsiniz və sizdə doğum necə başlaya bilər? Hər kəsdə fərqli olur. Məsələn, bəzi xəstələrdə xəstə su gəlişi şikayəti ilə bizə müraciət eləyir. Bir anda yatdığınız yerdə sancınız olmadan suyunuz gələ bilər. Bunu şəffaf su şəklində görürsünüz. Az da ola bilər, çox da ola bilər və bunu mütləq həkiminizə bildirməniz lazım gördüyünüz anda. İkincisi, qan gələ bilər, ləkə gələ bilər. Biz buna nişanın gəlməsi deyirik. Yəni, loru dillə desək, el arasına desək, uşaqlıq boynunun içərisindəki probkanın düşməsi, bu da doğumun başlandığını göstərir və bu probka təqribən 39-cu həftə civarında gəlir və probkanın gəlməsindən də 3 gündən 7 gün arasında doğum prosesiniz başlayır. Yəni, probkanı gördüyünüz anda bir anda təlaş etmənizə gərək yoxdur. Sadəcə təmkinli bir şəkildə yenə həkiminizə xəbər verməniz lazım. Digər önəmli doğum başlanğıclarından biri də ağrının başlamasıdır. Ağrı müxtəlif lokalizasiyadan başlaya bilər, qasıq bölgəsindən başlaya bilər, beldən başlaya bilər. Bəzi xəstələrdə mən böyrəkdən belə başladığını görmüşəm. Böyrək sancısı şəklində gəlibdir. Qasıq bölgəsində sancılar əvvəl 20 dəqiqəyə bir tutur, sonra xəstə görür ki, bu yalançı sancı deyil, artıq sancıların sıxlığı artmağa başlayır, 10 dəqiqəyə bir düşür, sonra 5 dəqiqə, 3 dəqiqə və artıq doğum standart doğum sancısına keçir. Baxdınız ki, sancınızın amplitudasının arası artmaq yerinə, yəni səngimək yerinə daha da tezləşirsə, bunu mütləq həkiminizə məlumat verməniz lazım. Bel ağrısı, böyrək ağrısını dedim. Doğum sonra necə başlayır? Kişilərin həyəcanı. Bu müddətdə hamiləlik sürəcində mütləq, yəni 3-cü trimestrdə bebek hərəkətlərini çox yaxından təqib etməniz lazım. Həftə böyüdükcə uşağın yeri daralır, bir miqdar suyu azalır və buna görə də hərəkətlərdə özəlliklə son həftələrdə azalma hiss edə bilərsiniz. Siz 3-cü trimestrdə hansı testlərdən keçməlisiniz? Qısaca ondan da bəhs edeyim. 26-28-ci həftələr arasındadırsa şəkər yükləmə testi elətdirirsiniz. 28-ci, 30-cu həftələr arası özəlliklə ürək yapısındakı problemləri aşkara çıxarmaq adına bir detaylı ultrasondan keçə bilərsiniz. Artıq 32-ci həftədən etibarən NST təqibinə başlayırsınız. NST non-stress test deməkdir. 32-ci həftədən sonra 2 həftəyə bir artıq NST çəkilir sizə. Bunu ta ki doğuma qədər, hətta doğum sırasında da bu sizə təkrarlanır. Məsələn, xəstələr mənə gələndə müayinəyə soruşur ki, doktor, biz NST-ni keçən həftə düşmüşdük, təkrar düşməliyikmi? Bəli, NST non-stress test bebeğin ana qarnında iyilik hali haqqında olan bir testdir. Altay, bu NST haqqında ayrı video eləyək. Onda qısaca NST haqqında danışım, NST haqqında. Növbəti videoda detallı danışacağıq deyim. NST non-stress test bebeğin ana qarnındakı iyilik hali haqqında olan bir testdir. Mən növbəti videomuzda NST haqqında sizə detallı olaraq məlumat verəcəm. Çünki bir ginekoloqun ən önəmli uşağın vəziyyəti haqqında diaqnoz qoya biləcəyi UZI-dən də önəmli deyərdim hətta bir testdir. Ona görə də növbəti videomuzu da qaçırmayın, təqibə alın bizi və NST haqqında sizə ayrıca uzun-uzun geniş detallı danışacağım. NST testindən başqa bizim 3-cü trimestrdə hamilələrə ultrason da eləyirik. Ultrasonumuz da NST ilə təqribən eyni vaxtlara düşür. 2 həftəyə bir ultrason edirik. Burada uşağın kilosu önəmlidir. 3-cü trimestrdə ortalama hər həftə uşaqdan uşağa dəyişilir. 200 qramla
bəzən 150 qram, 200 qramla 450 qrama qədər həftəlik çəki alımı gözlənə bilir. 3-cü trimestrdə qan testləri də önəmlidir. Hər dəfə həkiminizə gələndə təbii ki, qan və sidik analizləri olacaq, amma yanaşı olaraq əlavə şikayətləriniz varsa, bununla yanaşı bəzi qan testləriniz 2 həftəyə bir təkrarlana bilər. Doğum öncəsi, keysəriyyə öncəsi pre-op dediyimiz analiz paketindən keçirsiniz. Bu da ortalama doğumdan və keysəriyyədən 15 gün öncəyə təkamül edir. 35-37-ci həftələr arasında GBS tarama elətdirirsiniz. GBS tarama nədir? Qrup B streptokok taraması. Bu vaginal bir müayinə ilə, çubuqla, pambıqlı bir çubuqla sizdən vaginal kültür alınır və qrup B streptokoklarda ürəmə varmı, yoxmu buna baxılır və eyni zamanda ureoplazmaya da baxılır. Bu arada bu bizim klinikamızda artıq aylardır düzgün bir şəkildə uygulanır. GBS taramanın məqsədi nədir? Vaginada ürəyəcək hər hangi bir bakteriyalar, özəllə bu qrup bakteriyalar doğumdan sonra uşaqların ciyərlərində iltihaplanmaya və anadan gəlmə pnevmoniyaya səbəb ola bilirlər. Ona görə də bu tarz problemlər yaşanmasın və küvez ehtimalı olmasın deyə bu yaxma götürülür və antibiotik tədavisi başlanılır doğum öncəsi ki, daha sağlam bir uşaq dünyaya gəlsin. Eyni zamanda vaginal yolla doğumda bilirsiniz, uşaq vaginadan keçir və ağzına, burnuna, gözlərinə həmin infeksiyanın bulaşı ola bilər. Ona görə də bu GBS taramanı da mütləq 35-37-ci həftələr arasında götürtməniz lazım. Bəs təbii doğum və keysəriyyə nə zaman olacaq? Qısaca ondan da danışım. Əgər siz təbii doğuş gözləyirsünüzsə, 39-cu həftənizdən etibarən 3 günə bir NST, yəni non-stress test təqibi ilə təqiblərə gəlirsiniz. Ortalama 41-42-ci həftə, bəzi həkimlər 40 həftə qəbul edir. Bu civarlara qədər doğum gözlənilir. Əgər doğum prosesi başlamasa, həkiminiz sizə süni doğuş təklif edə bilər. Amma yox, siz keysəriyyə olacaqsınızsa, təqribən ilk keysəriyyə olacaqsa, yəni ilk uşağınızdırsa, 39-cu həftədən sonra hər hangi bir gün seçməyi sizə məsləhət görərdim. Yəni 39-cu tam həftəniz olmasını özəlinə diqqət etmənizi məsləhət görərdim sizə. Yox, əgər sizin ikinci və ya üçüncü keysəriyyənizdirsə, 38 həftə ilə 39 həftə arası hər hangi bir gün seçməyinizi tövsiyə edərdim. Gəlin hamileliyin 3-cü trimestrində hansı problemli durumlar olsa, mütləq həkimə müraciət eləməlisiniz, ondan danışaq. Birincisi, ağrınız varsa, düzənli kasılmalar, qasıq bel bölgənizdə kasılmalar varsa, doğum sancınız başlayıbsa, mütləq həkiminizə müraciət edirsiniz. İkincisi, tansiyonunuz yüksəlibsə, təzyiq təqibi ümumiyyətlə 3-cü trimestrdə çox önəmlidir. Təzyiqiniz əgər 140-90-ın üstünə çıxıbsa, bununla yanaşı baş ağrınız, boynunuzda ağrı, görmə bulanıqlığı, mədə bulantısı, qusma kimi şikayətləriniz varsa, onda mütləq həkiminizə müraciət edirsiniz. Vaginal qanamalar, qırmızı rəngdə al-al güclü qanamalar mütləq həkimə müraciətin səbəblərindən biri sayılır. Bədəninizdə müxtəlif qaşınmaların olması, düzdür, bəzən quruluğa bağlı, dərinin gərilməsinə bağlı qarında qaşınmalar ola bilər, amma bütün bədəniniz qaşınırsa, bunu da mütləq həkiminizə belirtməniz lazım. Su gəlişi önəmli şikayətlərdən biridir. Su gəlişi ya da alt paltarınızın islanması və uşağın hərəkətlərində azalma kimi bulğular da hiss edirsinizsə, mütləq həkiminizlə bölüşməlisiniz. Yadıma düşən və hamilələrlə aramda gedən müzakirələr əsasən 3-cü trimestr haqqında hələ ki anlatacaqlarım bundan ibarət idi. Videomuzu əgər bəyəndinizsəniz və sualınız varsa, bəyənin, sualınızı şərh bölməsinə yazın. Biz də ən uyğun zamanda sizə dönüş edək və kanalımızı da takibə almağı unutmayın. Təşəkkürlər.